Musiqi haramdır. İnsan necə? Yəni ona gözəl göstərir. Və insanı zikirdən, Allahın zikrindən, Quran dinləməkdən, Peyğəmbər sallallahu aleyhi və səlləmi hədislərini dinləməkdən uzaq tutmağa çalışır. Və insan da nə qədər haram dinləyərsə və bir o qədər də haqqı dinləməkdən uzaq olur insan. Hidayətdən uzaq olur. Baxın, Loğman surəsinin əvvəlində bunu Allah Teala izah edir. Allah Teala buyurur: "Minən nəs men yeştəri ləhvəl hadis." Yəni insanlardan elələr vardır ki, boş sözü satın alarlar. Boş söz, yəni insanı Qurandan uzaq salan hər bir söz laf söz adlanır. Musiqi də orada daxildir. Deməli, insanlardan elələr vardır ki, boş sözü satın alır, insanları Allahın yolundan azdırmaq üçün. Deməli, şeytan insana musallat olaraq onu Quran dinləməkdən uzaq salır. Bu boş sözlərlə. Və nə qədər bu boş sözlər insana yerləşir, yəni dinləyir insan onu və bir o qədər də onun əksi olan xeyirli sözləri insan pis görməyə başlayır, xoş görmür. Allahın kəlamını, Peyğəmbər s.ə.v-in kəlamını. Yenə sonra tapşırıq gəlir. Deyir ki, فَاِنْ هُلِبْتُمْ عَلَى ذَلِكَ وَدَخَلَ مِنْ ذَلِكَ şey. Əgər bu işdə yine məğlub olsanız, yenə insan görsəz ki, qulağını dinləyir, yaxşı şeylər dinləməyə çalışır. فَحُولُ بَيْنَ وَبَيْنَ فَهْمِهِ. Onunla onu fəhm etmək, anlamaq arasına girin. وَتَدَبُّرِهِ وَالتَّفَكُّرْ فِيهِ وَالْعِظَةِ بِهِ. Yəni onu tədəbbür etmək, fikirləşmək, düşünmək arasına girin ki, onun